Adi oturmuş yerdə ata da deyir, ağa qardaş, səni 2 ayda göndərirəm kursa. Nə öyrənmisən? 1 kilo ətə, ətə nə qədər duz vurulur, onu bilirsənmi? Belə gözünü döyüb baxmayasan da. Düşünürsünüzmü? Adi bir, yəni xırda bir elementdir da. Yəni onları öyrənin. Yəni iş xırdalıqdan başlayır. Yəni professionaldır. Mən sənə burada steak bişirməyi öyrədim. O steak bişirmək, steak sən əti necə marinadlayıb tavaya qoyacaqsan, onu bilmirsənsə o steak vallahi zay olacaq. Əti nə qədər vaxt, neçə dəqiqədən bir çevirmək lazım, onu bilmirsən o steak. Yəni sənə ən mükəmməl əti versinlər, ən bahalı əti versinlər, sən o əti zay eləyəsən. Başa, yəni həmçində, yəni sənə bax danışıram, mən yəni belə. Yəni, əsas xırdaçılıqları öyrənin. Xırdaçılıqdan sonra ondan onsuz da yəni arxası gələcək, özü əlasından gələcək. Hə, məsələn bax steak bişirirsiniz tutaq ki. Əlinizi tutursunuz tavaya, qızmar tava, ızqara tava qoyurlar, diş olan. Çox yerdə ızqaranın özüdür. Çox yerdə də bu grill tava deyirlər, ağır tava üstündəki. Əlinizi qoyursunuz bax belə, saxlayırsınız. 10 saniyə əlinizi saxlayırsınız. Əgər əliniz yanırsa, bu steak üçün hazırdır. Steak də bu formada. Steakə əvvəlcədən duz vuranda əti bərkidir. Ətə duz vurmursunuz. Steakin qırağında, məsələn, tutaq ki, açdınız, paketdən, vakuum paketindən çıxartdınız, bir dənə kənarda yağını vurdunuz, biraz marinadladınız üstünün başına. Tavaya yağ vurmamaq şərti ilə atdınız, qızartdınız bu forma. Məsələn, 10 saniyə bu forma möhürlədiniz. Buradan götürdünüz, 10 saniyə belə möhürlədiniz. Bu xətti qoymaq üçün. Türmə deyirlər, kletlər. Onu qoymaq üçün. Bir də bu tərəfdən qurtarmamış. Bu tərəfə heç vaxt çevirməyin. Nəyə görə? Niyəsini deyim. O yüzden siz bunu bu tərəfdən bir dənə belə qızartdınızsa, ikinci dəfə belə qızartdınızsa, o yüzden siz şaşırsınız ki, mən bayaq bunu belə qoymuşdum, yoxsa belə qoymuşdum. O yüzden xəttə o birisi tərəfə çevirəndə, həm də ki, ətin suyu bir yüzdə pişsin. Bu forma pişirdiniz, ətin suyu gedir alta. Aşağıda pişdi. Avtomatik təzədən bu tərəfindən qurtarıb bunu belə pişirdim. Ondan sonra keçirsiniz belə. Qoy göstərim məsələn. Məsələn bu belə. Bunu belə pişirdiniz, bunu belə möhürlədiniz steakin ətini. Təzədən bunu götürüb bu forma bura qoymayın. Birincisi, buranın nətən möhürlədiyiniz yadınızdan çıxacaq. Deyəsiniz, bu belə qızarmışdı, yoxsa belə qızarmışdı. İkincisi, bunu belə qızaranda, su gedir aşağı, ətin suyu gedir aşağı. Bax, gözü cızıldayır. Ətin suyu gedir aşağı. Bu tərəfdən qutaranda, ətin kebab, məsələn, manqalda kebab pişirilir. Niyə gördülər? Tez-tez çevirmə. Çünki ət, su oyca, ətin suyu quruyur. Ətin də suyu deyir, kebabı yedim, suyu axdı. Ləzzət ondadır. Adi tikə ətini bu oyca qızartdınızsa su getdi, все. Aləm dəydi bir-birinə, oldu, ətin suyu getsə, qan demirəm, amma su. Ətin özü deyir, steak suları belə suyu sıxırlar. Onu almaq istəyirsə bir tərəfi qızartdın, ondan sonra bu bir tərəfi möhürlədin, ondan sonra məsələn üçün əlində rasionalın var.